Bugün 29 iyun 2025-ci il tarixində Rusiyanın Yekaterinburg şəhərində 6 azərbaycanlı məhkəmə qərarı ilə həbs edilib. Hadisə səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidmətinin və polis qüvvələrinin azərbaycanlıların yaşadığı ondan çox ünvanda keçirdiyi geniş miqyaslı xüsusi əməliyyatla başlayıb. Əməliyyat zamanı 2 nəfər, Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüb, bir neçə nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Əməliyyat nəticəsində əsasən Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də daxil olmaqla 9 azərbaycanlı saxlanılıb. Onlardan bəziləri dərhal sərbəst buraxılsa da, Məzahir Akif və Ayaz Səfərovlar barəsində məhkəmə 22 sutkalıq həbs qətimkan tədbiri seçib. Digər saxlanılanlar Bakir Səfərov, Şahin Lalayev və Əhliman Gəncəyev barədə 72 saatlıq ilkin həbs qərarı çıxarılıb. Məhkəmə prosesi qapalı keçirilib, ittiham tərəfinin tələbi ilə jurnalistlər zalı tərk edib və ictimaiyyətə məhdud məlumat verilib. Prosesdə Azərbaycanın Yekaterinburgdakı baş konsulu və Azərbaycan diasporunun rəhbəri də iştirak ediblər. İttihamlar əsasən 2001, 2010-cu və 2011-ci illərdə Yekaterinburgda baş vermiş ağır cinayət hadisələri ilə bağlıdır. Saxlanılanlardan bəziləri, xüsusilə Məzahir Səfərov, vəkili vasitəsilə bildirib ki, ondan etiraf ifadəsi zor və təzyiqlə ailəsinə hədə-qorxu gəlməklə alınıb. Məhkəmənin qərarları belədir. Məzahir Akif və Ayaz Səfərovlar 22 gün müddətinə həbs, Bakir Səfərov, Şahin Lalayev və Əhliman Gəncəyev 72 saatlıq ilkin həbs. Əhliman Gəncəyev 3 uşaq atası və Rusiya vətəndaşıdır, o da məhkəməyə xəstəxanadan gətirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir. Hadisə Azərbaycan ictimaiyyətində ciddi narahatlıq doğurub və Rusiya hüquq mühafizə orqanlarının əməliyyat zamanı güc tətbiq etməsi, saxlanılanların hüquqlarına riayət olunmaması ilə bağlı suallar yaradıb. Azərbaycanın diplomatik nümayəndələri və diaspor rəhbərləri prosesə nəzarət edirlər, hüquqi yardım göstərirlər. Hörmətli izləyicilər, kanala abunə olun və videonu bəyənməyi unutmayın.